Mətnimizin ikinci sualı adətən bu abzaslarda gizlidir. Məsələn, birinci suala baxaq. Male elephants herd groups, yəni erkək fillər qrupa başçılıq edir. Amma burada baxın, görün nə yazıb. Female elephants live in the small family groups led by old females. Yəni yaşlı dişi fillər başçılıq edir. Ona görə A variantı səhvdir. A group of elephants is called a herd. Baxın, burada onun cavabı verilib. Eynən o cümlə gördüyünüz kimi burada var. Yəni bu cümlə düzgündür. Ona görə cavab burada B variantıdır. Gəlin buradakı baxaq ki, səhvdən nədən ibarətdir. Deyir ki, Asiya filləri Afrika fillərindən daha böyük olur. Baxın, burada birinci abzasda qeyd edilmişdi bunu. Deyir ki, Asiya filləri kiçikdir, amma Afrika filləri daha böyük olur. Bax, burada tərsinə deyir, ona görə C variantına getdi. Sonra D variantına baxaq. Deyir ki, ən tanınan növü Asiya filləridir. Xeyr, yəni hər ikisi tanınır, həm Asiya, həm Afrika. Ona görə D variantı səhvdir. Bax, E variantında da elephants have grey and brownish hair. Bax, görə burada nə deyir? Baxın, bu cümləyə diqqət edin. No hair var burada. Yəni bu cümlə burada yanlış çıxır. Ona görə cavabımız oldu ikinci sualda 24'te, yəni B variantı. 25'e baxaq. Complete the sentence according to the passage. Mətnə görə cümləni tamamlayın. Elephants can swim in spite of. Fillər həm üzə bilirlər, baxmayaraq ki, onların baxaq burada baxın, bu üzmək mövzusu bu 3-cü paragrafdaydı. 3-cü abzasda yəni deyir ki, baxın burada big animals var. Yəni onlar böyük heyvandılar. Amma yəni buna baxaraq üzə bilirlər də. Fillər üzə bilirlər, baxmayaraq ki, onların nəhəng ölçülərinə görə yəni cavabımız burada A variantı oldu. 26-cı sual biraz çətin gələ bilər, amma baxın heç bir çətinlik yoxdur. Deyir ki, bu sözü bilməlisiniz, bilməsiniz çətin gələ bilər. Bu sözün mənası mən ot yeyən demək ki, yəni deyir ki, fillər ot yeyən heyvanlardır. Bunun mənası, yəni onlar grass da otdur, leaves də, yarpaqda və ot kimi gedir, roots kökləri yeyə bilirlər, tree bark, yəni ağac qurları yeyə bilirlər. Amma baxın, burada small animals, balaca heyvanlar. Yəni balaca heyvanlar yeyənlər, yəni ki, vəhşi heyvanlar da, yəni ət yeyən heyvanlar olur. Ona görə də ot yeyənlər, fillər balaca heyvanlar yemirlər. Burada aynı var, gördüyümüz kimi. Ora daxil deyil, onların evi ki, yeməklərinə aid deyil. Ona görə cavabımız D variantı oldu. Ümid edirəm ki, burada başa düşdünüz. Növbəti sırada isə açıq suallar izah veriləcək.